Özüm için başladığım 21 günlük rutinin 20. gününden herkese salam. Əlbəttə ki, bugün də saat 5'te oyanmadım. Enerjimi topladım, idman matımı sərdim və başladım idman etməyə. Əlbəttə ki, onsuz idman etmək olmaz. Bugün səhər saat 5'te oyana bilməsəm də çox enerjili oyanmışam. 1 saata yaxın idmanımı etdim. Artıq gördüm ki, mən o mən deyiləm, şəkərim düşür. Tez başladım, yeməyimi hazırlayıb yeməyə, şirin çayımı içdim, özümə gəldim. Bəlkə bir aya yaxındır bugün silərəm, sabah silərəm dediyim pəncərələrdə bugün silmək qərarına gəldim. Özümü toparladım və başladım pəncərələri silməyə. Ancaq pəncərələr 1 deyil, 2 deyil, 3 deyil, 4 deyil, 5 deyil və artıq burada oturub dincəlmə moduna keçib həyatı sorğu-sual eləyirəm. 6 yenə də deyil və burada artıq arılar da pəncərəmin qarşısında yuva qurub mənə deyirdilər ki, get başqa işlə məşğul ol. Və nəhayət ki, 7-ci pəncərəni də sildikdən sonra pəncərələr bitdi. Daha sonra dünən hazırladığım pizzadan biraz qalmışdı. Yenə başladım mayasız MyFoodChannel resepti ilə kiçik bir xəmir yoğurub bir dənə də pizza etdim. Yeməyimizi yedikdən sonra da gözəl bir çay dəmləyib həyətdə əyləşib qəşəng kitabımı oxumağa başladım. Bu kitabı demişdim ki, oxuyub bitirəcəm bu 2 gündə, amma əlbəttə ki, bacarmadım. Yenə də 2-3 səhifə oxuya bilirəm ancaq. Onlar da ki, hər zamanki kimi öz aləmində. Geçer. Hər təyyarə görəndə bir gün mən də o təyyarənin içində olmağı arzu edirəm. İnşallah qismət olar. Daha sonra 1 aya yaxındır aldığım printeri artıq quraşdırma qərarına gəldim. Rənglərini ilk öncə doldurdum, daha sonra kompüterə yüklədim. Əlbəttə ki, ilk növbədə uşaqlara şəkil çıxartdım. Neçə gündür startda dayanıblar ki, bizə şəkil çıxart, boyayaq. Oradakidir. Hə, sizin vaxt. Bugünümüzü də süt kakao ilə bitiririk. Uşaqlarla birlikdə süt kakaomuzu içdik. Daha sonra isə uşaqları yatırdım. Bugün tez durmadım, ancaq idman etdim, Quran oxudum və kitabımı da oxudum. Hələlik 20-ci gündə belə bitdi.